MyFood 16 səhifəmə xoş gəlmisiniz. Birinci xəmirini birlikdə hazırlayaq. Xəmiri üçün ilk öncə 2 ədəd yumurta, yarım çay qaşığı duz, 3 xörək qaşığı şəkər, duz, yaxşıca çırpıcı ilə qarışdırdıqdan sonra isə 2 stakan 200 ml süd əlavə edirik. Ardından 2 stakan un əlavə edirik, ona isə hissəsi əlavə edirik. Bir hissəsini əlavə edirik, yaxşıca qarışdırırıq. Daha sonra ikinci hissəsini də əlavə edirik, onu da yaxşıca qarışdırırıq ki, topa halında qalmasın. Ardından isə 200 ml-nin yarısı qədər 100 ml qaynar suyu hissəsi əlavə edirik, qarışdırırıq və hazırdır. Tavanı yaxşıca qızdırırıq, yağ əlavə edirik. Mən yağını əvvəlcə çox əlavə etdim, amma mən sevirəm yağlı olanda. Və beləcə hissə bilinç tavasına əlavə edirik. 2 üzü ilə qəşəngcə qızardırıq. Tez bir zamanda hazır olur. Əslində düzü desəm uzun bir prosesdir, amma bilirsən ki, sonda dadlı bir təam hazırlanacaq deyənə onu həvəslə gözləyirsən. Və artıq hazırdır. Bilinciklərim belə çıxdı. Mən daha qalın etdim. Niyə görə qalın etdim? Çünki desert hazırlayacağım deyənə. Desertə düşünürəm ki, qalın olmağı daha yaxşıdır. Amma tort edəndə, əlavə ətli bilinciklər edəndə onu biraz nazik etmək lazımdır. Həm say baxımından çox olsun, həm də doyumlu olsun, elə düşünürəm. Belə. İndi isə şokoladlı desert hazırlayıram. Deserti bu videoya əlavə etdim ki, sizə daha da asan olsun və həvəslənəsiniz. Çünki hal-hazırda iyun ayıdır. İyun ayında da çiyələklərin ən bol vitamini olan vaxtıdır. Və bir də ki, bananların da. Banan düzdə hər vaxtda almaq olur. Amma çiyələyin isə əsl vaxtı indidir. Mən də belə çiyələkli, bananlı, maraqlı bir şokoladlı desert hazırlamışdım. Çox dadlı çıxmışdı. Onu da sizlərlə bölüşürəm. 2 hissəli etdim. Birinci hissəsini bir təkli bilinciklə şokolad içərisinə əlavə etdim. Bananı da çiyələkli üzərindən yenə belə maraqlı görsənsin deyənə. Görünüş baxımından da belə etdim. İkinci hissəni də belə eyni qaydada etdim və üçüncünü belə etdim. 2 dənə sloy etdim və hazırdır. Artıq çay içə bilərəm. Siz də etsəz, sizə də nuş olsun.